şükür, bunu biz etmişiz zikir. Sayfalı azad olsun, her yeri abad olsun. 92-ci ildə Ağdam rayonunda Sayfalı kəndi vardı, hələ qabarda deyərdi. Bu kəndin şəhidləri, çox olubdu igidləri. Vətənim Azərbaycana, şanı yayılıb hər yana. Qar yağdı Əhmədov, vətəni sevindirib çox. Allah rəhmət eyləsin, yerini cənnət eyləsin. Hasan Xalid də vardı, onu da torpaq apardı. Vətəni üçün can itirir, canını qoyub qan itirir. Bir də Cəfərov alışdı, şəhidliklə barışdı. Döyüşdü qeyrətilə, ruhuna hörmətilə. Əhmədov Nəcəb kimi, necə belə oğlanların yazmışıq dastanların. Onun ruhu şad olar, torpağı abad olar. Mən danışım bu halda və Kərimov Manafda düşməni titrər.